Hoş gördük mənim əzizlərim. Bugün sizlərə mən Borçalımın şair oğlu, şair Kamandar Eyvazlı yaradıcılığından güzel bir şiir paylaşıram. Şair yazır ki, ay ata ocağım, ay baba yurdum, qalmışam əlində əsir dünəndən. Qapıdan girəndə bildim ki, mənəm dünyada tək yetim yesir dünəndən. Boş qalıb çardaqdan asılan beşik, üşüyür təklikdən bu ev, bu eşik. Baxıram, görürəm nə itirmişik, ürəyim tel kimi əsir dünəndən. Mənəm kamandaram qədir bilənin, arada sırada gedib gələnin, bir vaxtlar çiynimdə olan şələnin, kəndiri belimi kəsir dünəndən, kəndiri belimi kəsir dünəndən. Şair Kamandar Eyvazlıya can sağlığı arzulayıram. Sağ olun dostlar.